Salam cənab treyderlər və investorlar. Sizinlə analitik xidmət sistem Guru Markets şirkət haqqında ümumi məlumatla başlayırıq. Hər bir göstəriciyə biraz daha ətraflı baxaq. İstəsəniz videonu dayandıra bilərsiniz. Sizi sözügedən korporasiyanın hər bir göstəricisini diqqətlə nəzərdən keçirməyə dəvət edirik. İndi isə şirkətin cari fəaliyyətinə baxaq. Bit Digital Inc. Ticker BTBT 20 aprel 2025-ci il tarixinə olan məlumatlara əsaslanan baxış. Təsnifatına görə Guru Markets şirkət Bit Digital Inc. alt kateqoriyaya aiddir. Kripto müqayisədə 36 təşkilat iştirak edir ki, bu da çox təmsilçidir. Videonun sonuna doğru sifariş cədvəlini görəcəyik. Şirkət üçün ümumi nəticə belədir: 10 baldan 8 bal. Alt kateqoriya üzrə orta nəticə 1,1 bal. Çox geniş baxsanız, bütövlükdə bütün bazar daxilində görəcəyik, bütövlükdə birja üçün orta nəticə 1,8 baldır. 8 xalla qarşı-qarşıyadır Bit Digital Inc. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi Bit Digital Inc. və alt kateqoriyalı paylaşımlar. 12 ay sonra hissələri görəcəyik. Bit Digital Inc. mənfi 2,5% dinamika göstərib. 9,6% alt kateqoriyasında qiymət dinamikasına qarşı. Bu qətiyyən heç nə demək deyil, amma bu faktı yadda saxlamaq lazımdır. Şirkətin bazar kapitallaşması Bit Digital Inc. 0,32 milyard dollar dəyərində qiymətləndirilib. 66 milyard dollarlıq alt kateqoriyalı bazar kapitallaşması ilə Bit Digital Inc. 0,488% paya malikdir və alt kateqoriyada çox kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması 0,45 milyard dollardır. Alt kateqoriyanın balans kapitallaşması 26 milyard dollardır. Bit Digital Inc. 1,729% pay təşkil edir. Birjanın işğal olunmuş səhmlərini və balans kapitallaşmasını müqayisə edərək aşağıdakıları görə bilərik. Paylaş Bit Digital Inc. Alt kateqoriyada bazar kapitalizasiyası üzrə qiymətləndirmə 0,488% təşkil edir. Balans dəyəri 1,729% təşkil edir. Bu, bazar kapitallaşma payında 254% artım deməkdir. Şirkətin bazar payının və alt kateqoriyanın balans kapitallaşmasının qiymətləndirilməsi yaxşı 1 bal. Tədqiq olunan şirkətin 0,13 milyard dollar maliyyə öhdəlikləri var. Kapitallaşmaya olan borc kapitalın 2,9%-ni təşkil edir. Şirkətin maliyyə öhdəlikləri səviyyəsində nəticə çox yaxşı 2 bal. Şirkətin birja dəyərinin mənfəətə nisbəti 11,5-dir. Alt kateqoriyada orta göstərici 57-dir ki, bu da alt kateqoriyadan 80% aşağıdır. Alt kateqoriyadakı təşkilatlarla müqayisədə şirkətin bazar qiymətinin mənfəət göstəricilərinə görə qiymətləndirilməsi çox yaxşı 2 bal. Son 12 ayda mənfəət 28 milyon dollar olub. Gələcək 12 ay üçün gələcək mənfəətin ilkin olaraq 45 milyon dollar olacağı gözlənilir. Bu da indikindən 58,6% çoxdur. Gözlənilən gələcək mənfəət göstəricilərinin alt kateqoriya ilə müqayisədə qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin dəyərinin gəlirlə balansı 3-ə uyğundur. 4-cü alt kateqoriya üzrə orta göstərici alt kateqoriya üzrə orta göstəricidən 25% aşağıdır. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bazar qiymətinin gəlir göstəricisinə görə qiymətləndirilməsi yaxşı 0,5 bal. Son 12 ayda gəlir 110 milyon dollar olub. Gələcək 12 ay üçün gələcək gəlirin 150 milyon dollar olacağı gözlənilir.
Bu, indikindən 36% çoxdur. Proqnozlaşdırılan gələcək satış göstəricilərinin alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə qiymətləndirilməsi yaxşı 0,5 bal. Marja 26,1%, alt kateqoriyada orta göstərici 7,1% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 19%dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə satış gəlirliliyinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 0,68% təşkil edir. Bu da bazar kapitallaşmasının payından 39% çoxdur. Və bu, şirkətin bazar dəyəri arasındakı uyğunsuzluğu əks etdirir. Bit Digital Inc. daha az qiymətləndirməyə doğru. Şirkətin hər bir işçisi üçün kapitalın məbləği $6,024,000 bərabərdir. Və alt kateqoriya üçün $8,396,000. Alt kateqoriya üzrə orta göstərici ilə təşkilatın göstəriciləri arasındakı fərq 28,3% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən şirkətin kapitalının qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin hər bir işçisinə düşən mənfəətin həcmi $524,100,000. Alt kateqoriya üçün orta hesabla $147,200,000. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasındakı fərq 256% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin hər bir işçisinə düşən gəlir $2,000,000. Alt kateqoriyada $2,078,000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin fəaliyyəti arasındakı fərq 4%dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə hər bir şirkət işçisi üçün gəlirin qiymətləndirilməsi dözümlü 0 bal. Qısa müddətli əməliyyatların həcmi 19,8%, alt kateqoriya üzrə orta hesabla 9,7% təşkil edir. Bu, qısa bir sıxılma riskinin göstəricisidir. Texniki göstərici RSI 14 şirkət üçün %36 səviyyəsini göstərir. Bit Digital Inc. Alt kateqoriyada isə RSI səviyyəsi 14,45%dir. Orta hesabla alt kateqoriyanın qiymətli kağızları şirkətin qiymətli kağızlarından yüksək qiymətləndirilir. Bit Digital Inc. Şirkətin səhmlərinin faktiki qiymətləndirilməsi təqribən $1,79. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən $6,93. Cari qiymətlə konsensus proqnozu arasındakı fərq təxminən 288%dir. Gəlin sifariş cədvəlinə keçək, o, hər kəs üçün əlçatandır, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəli məlumat və arayış qiymətləndirmə sistemi tərəfindən müəyyən bir mövsümdə açıq şəkildə qəbul edilmiş tamamilə bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Link bağlanmış şərhdə. Şirkətin təhlili əsasında Bit Digital Inc. İstinad reyting sistemi Guru Markets qərar qəbul edilib. Səhm üçün 1,78 qiymətində artım üçün ticarət açın. Sövdələşmə şirkətin kifayət qədər yüksək reytingə malik olması səbəbindən açılıb. Təşkilat qiymətləndirmə metodologiyası AKİMin indeksi ilə qiymətləndirilib. Mənfəət götürmək 2,33 səviyyəsində müəyyən edilmişdir. Stop loss 1,23 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, bu halda sifariş 20 may 2025-ci il tarixli mübadilə sessiyasının nəticələrinə əsasən avtomatik bağlanır. Və ya bu tarixdən əvvəlki son ticarət günündə. Ticker WLF satış üçün balanslaşdırıcı ticarətə çevriləcək. Balans əməliyyatı ilə bağlı video kanalda yayımlanacaq və ya artıq yayımlanıb.
Sifarişlərdən birini bağlayarkən əsas və ya balanslaşdırma. Əks sifariş faktiki qiymətə müəyyən edilir. Bu videoya baxdığınız və informasiya sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun. Guru Markets. Siz hamınız həqiqətən planetin ən yaxşı tamaşaçısınız.